İctimai nəqliyyatdan istifadə eləməyənlərin balansından niyə pul çıxır? Bununla bağlı bir açıqlamamız olacaq. Belə ki, bugün 5 yanvar tarixli və gündəm xəbərinin efirində Milli Azad istinadən bir məlumatı diqqətinizə çatdırırıq. Bəzi vətəndaşlar nə metrodan, nə də avtobusdan istifadə eləmədiyi halda balanslarından pul çıxır. Bu hal metro və avtobuslarda məhz NFC ödənişlərin tətbiqindən sonra baş tutub. Məhz Milli Az xəbər verir ki, vətəndaşların sözlərinə görə ödənişlər adətən gecə saatlarında tutulur və sosial şəbəkələrdə yayılan iddialara görə bu hal əksər insanların başına gəlir. Bəs bu iddialar nə dərəcədə düzgündür? Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti və Aynadan bildirilib ki, məsələnin onlarla bir bağlantısı yoxdur. Bakı Kart isə bildirib ki, səsləndirilən bu iddialar əsassızdır. Yəni, tətbiq edilən ödəniş sistemi həm birdəfəlik keçid, həm də gecikdirmə prinsiplərini əhatə eləyir. Birdəfəlik keçid funksiyası əsasında kart balansı müvəqqəti kifayət eləmədiyi halda belə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilər. Yəni, balans bərpa edildikdən sonra isə ödəniş yenidən tutulur. Bakı Kartdan qeyd edildi ki, belə hallarla rastlaşan sərnişinlər qaynar xəttə müraciət eləyə bilərlər.